Türkiyənin ən yaxşı klubu, ən yaxşı türk futbolçuya qarşı. Manchester City məğlubiyyətindən fərqli olaraq bu dəfə Qalatasarayın iki yaxşı xəbəri var. Onlardan biri Torreira'nın qayıdışıdır. Bildiyimiz kimi Torreira topsuz oyunda ən vacib oyunçudur. Eyni zamanda yarım müdafiədən hücuma keçidin ən fundamental üzüdür. Digər tərəfdən sol cinah wingeri olan Noah Lang'ın da komanda icarəsindən sonra həmin mövqedə Qalatasarayın bir qədər dərinliyi olacaq. Üstəlik Juventusun müdafiəsindən çox ciddi baş ağrısı törədə biləcək Osimhen də qaydasındadır. Juventusun Qalatasarayı incitmək ssenarisi onun cinahları vasitəsilə olacaq. İlk öncə komandanın ən böyük ulduzu olan Kenan Yıldız sol cinahda yer alıb. Ona görə də ona kömək etmək üçün həm bir qədər yuxarı qalxan sol cinah müdafiəçisi və ya sol cinah lateralisi olan Cambiaso olacaq. Digər tərəfdən Weston McKennie ona kömək edəcək. Bəzi hallarda hətta nominal 6 nömrədən Xefren Turam da gəlir. Məqsəd ondan ibarətdir ki, bir, Kenan Yıldızın sərbəst hərəkət etməsi üçün rəqibin oyunçuların diqqətini özünə cəlb etsinlər. İkinci tərəfdən isə kifayət qədər pas kanalları açmış olsunlar. Kenan Yıldız isə rəqiblə birə-birə qaldıqda şahanə hərəkətlər etməyi bacarır. Məsəl üçün bu epizodda da gördüyümüz kimi topu solda qəbul edir, sağa meyl edərək uzaq küncü nişan alır. Digər tərəfdən isə daha bir epizodda Kenan Yıldız Buda Glimtin müdafiəsini sadəcə dribling ilə yoraraq gol epizodu yaratmış olur. Digər tərəfdən isə əgər Juventus solda sayı üstünlüyü yaradırsa, o zaman əsas məqsəd sağ cinah mövqeyində oynayan Conceição'nun rəqib müdafiəçisi ilə, bu halda çox güman ki İsmail Jakobsla birə-bir qalmasıdır. Çünki əbəs yerə deyil ki, Conceição'nun uğurlu dribling faizi 57-dir. Müqayisə üçün deyim ki, Rafinha'da bu 64, Yamalda isə 62-dir. Yəni Qalatasarayın sol cinahı üçün bu kifayət qədər böyük təhlükə olacaq. Sizcə Qalatasaray Juventusu bu dəfə də İstanbuldan əli boş göndərə biləcəkmi?